Məzmur kitabı 58-ci fəsil və 1-dən 11-ə qədər ayələr. Ey qüdrətlilər, ədalətlə yaxınlaşırsınızmı? Ey insan oğulları, düzgün hökm verirsinizmi? Amma ürəyinizdə pislik niyyəti qurursunuz, əlləriniz yer üzündə zorakılıq yayır. Bu xainlər ana bətnindən uzaqlaşıblar, bu yalançılar doğuşdan bəri pis yol tutublar. Onların zəhəri ilanın zəhəri kimidir, qulaqlarını tıxan kar ilan kimidirlər. Beləliklə, sehirbazların və cadugərlərin səsinə qulaq asmırlar. Ey Allah, onların ağızlarında dişlərini qır, ey Rəbb, şirlərin dişlərini qır. Qoy onlar axan su kimi ərisinlər, oxlarını atanda ucsuz oxlar kimi olsunlar. Qoy onlar əriyən ilbiz kimi olsunlar, günəşi görməyən qadının doğuş sancıları kimi olsunlar. Qazanlarınız tikanların alovunu hiss etməzdən əvvəl, istər yaşıl, istərsə də yanan olsunlar, onları qasırğa kimi süpürəcək. Salihlər qisası görəndə sevinəcək, ayaqlarını pislərin qanında yuyacaq. Bəşəriyyət deyəcək, doğrudan da salihlərin mükafatı var, yer üzündə hökm verən bir Allah var. Məzmur kitabı 58-ci fəsil və 1-dən 11-ə qədər ayələr. Əgər Rəbb İsa Məsihin məhəbbətini dadmaq istəyirsinizsə, Məsih adından sizə yalvarırıq ki, Allahla barışın. Çünki Allah dünyanı o qədər sevdi ki, yeganə oğlunu verdi ki, ona iman edən hər kəs həlak olmasın, əbədi həyata sahib olsun. Məsih əzab çəkəcək və 3-cü gün ölülər arasından diriləcək və günahların bağışlanması üçün tövbə onun adı ilə bütün millətlərə təbliğ olunacaq. Bugün, əgər onun səsini eşitmək istəyirsinizsə, ürəklərinizi inadkar etməyin. İndi qəbul edilmiş vaxtdır, indi xilas günüdür. Cənablar, xilas olmaq üçün nə etməliyəm? Rəbb İsa Məsihə iman edin, siz də, ev əhli də xilas olacaqsınız. Əgər ağzınızla İsa'nın Rəbb olduğunu iqrar etsəniz və ürəyinizdə Allahın onu ölülərdən diriltdiyinə inansanız, xilas olacaqsınız. Tövbə edin və günahlarınızın bağışlanması üçün hər biriniz İsa Məsihin adı ilə vəftiz olun və müqəddəs ruhun bəxşişini alacaqsınız. Başqa heç kimdə xilas yoxdur, çünki göy altında insanlara verilən başqa bir ad yoxdur ki, onunla xilas olaq. Tək bir Allah və Allahla insanlar arasında tək bir vasitəçi var, o da insan olan Məsih İsa. Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və müqəddəs ruhun birliyi hamınızla olsun. Xilaskarımız olan tək müdrik Allaha indi və əbədi olaraq izzət, şərəf, hökmranlıq və qüdrət olsun. Təşəkkür edirəm və amin. Aqapav sədaları. Sərhədləri aşan şəhadətlər.